Naxçıvan Dövlət Kukla Teatrında ilk addım layihəsi çərçivəsində 2 yeni mono tamaşanın premyerası keçirilib. Onu da bilmirəm və səssiz fəryad mono tamaşaları maraqla qarşılanıb. Naxçıvan Dövlət Kukla Teatrının tarixində ilk dəfə olaraq ilk addım monotamaşalar layihəsi həyata keçirilir və bu layihənin rəhbəri Kukla Teatrının direktoru Səyyad Məmmədovdur. Layihə çərçivəsində 2 tamaşa, səssiz fəryad və unuda bilmirəm monotamaşaları təqdim olunur. Öz həyatımı yaratmışam, öz keçmişimi yaratmışam. Yəni keçmişimdə çox cürbəcür şeylər olubdu, sevgi də olubdu, dostlar da olub, dostların yoxluğu da olub. Bu monotamaşada sizin üçün önəmli hissəsi, ən kədərli, ən əsas hissəsi hansıdır? Bir cümlə ilə bilmirəm ifadə eləmək olar yoxsa yox? Ən kədərli hissəsi olub ki, o vaxt doğrudan da atam bana tövsiyə verirdi ki, həyatda nə olursan ol, adam ol. Mən də indi deyirəm ki, elə bu günləri ən gözəl hiss də oldu ki, bugünkü gündə adam qalmaqdır. Çox heyecanlıyam, həddindən artıq. Çünki bu illərlə demək olar ki, bir ananın içində topladığı hisslərin bugün orada danışığıdır. Hisslər danışacaq, hər baxışı, hər səsi, hər sözü böyük hisslərlə tamaşaçıya çatacaq, belə inanıram. Tamaşa bu andan etibarən başlayır və unuda bilmirəm monotamaşasının aktyoru İlqar Babayev bir neçə saniyədən sonra içəri daxil olacaq. İndi ya hamısı uzaqdadır, ya da başqa bir reallıqdadır. Biri həkim oldu, biri müəllim oldu, biri mühəndis oldu, biri özünü itirdi. Mən heç vaxt tam qərar verə bilmədim kim oldu. Bir gün atam mənə dedi ki, oğul, nə olursan ol, həyatda adam ol. Vallahi, billah, elə bugünkü gündə ən çətin peşə də budur, adam qalmaq. Yok, ben olmamışım. Buradasan sen. Yanımdasan. Hardasan? Yine gittin, hardasan? Buradayım ben, hardasan? Gördüm, buradayım. Hər iki monotamaşa tamaşaçıları duyğulandırıb, artıq tamaşa yekunlaşıb və qonaqlar ürək sözlərini bildirirlər. Maraqlıdır ki, tamaşaçılar tamaşa ilə bağlı ümumi olaraq nə fikirləşir və bunu öyrənmək üçün yaxınlaşırıq. Tamaşaçılardan birinə tamaşa ilə bağlı fikirlərinizi eşidə bilərik. Qısaca belə bildirim ki, unuda bilmirəm tamaşasını oynayan mənim atam idi. Yəni, Təsadüf. Normalda heç ağlayan biri deyiləm. Yəni, özü də qoymazdı atamın ağlayan. Bugün bu tamaşası ilə aşırı duyğulandırdı.
sadəcə mən yox, yaxınlarım da hər iki aktyor, yəni çox həyat hekayələrindən çox duyğulandırdılar. Yəni bu da onların uğurlarını göstərir. Yəni necə işlərin uğurlu olduqlarını göstərir. Atam hər zaman yəni xoş üzünü göstərib də, heç vaxt pis üzünü və ağlayan üzünü göstərməyib də. Böyük ehtimal hər kəsin öz belə qəmli üzü var, amma heç vaxt atam onu göstərmədim. Hər zaman yanımda, arxamda durmuşdu. Ona görə yəni bu gün də o şeylə duyğulandırdı. Biraz belə duyğulandım. Mən tamaşanın, hələ də mono tamaşanın təsiri altındayam və çıxa bilməmişim. Göz yaşlarımız sel oldu və bu kiçik zalda böyük alqışlar aldı bu tamaşa. Layihəmizdə 4 tamaşamız seçilib. Artıq ikisini biz tamaşaçılarımıza təqdim etmişik. İndi növbəti ikisini biz təqdim etmək üzrəyik. Çalışırıq ki, bu ilki ən yaxşı şəkildə həyata keçirək, tamaşaçılarımız bizdən razı qalsınlar. Məqsədimiz odur ki, teatrımızın fəaliyyətini, istiqamətlərini daha da şaxələndirək. Tək uşaqlar üçün yox, həm gənclərimiz üçün, həm böyüklər üçün bir-birindən maraqlı rəngarəng tamaşalar hazırlayaq.